Qafqaz Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən Fitnə sənədli filmi nümayiş etdirilib. Təqdimat mərasimində radikal dini cərəyanlara xidmət edən qruplaşmalara qarşı hüquqi, iqtisadi və ideoloji mübarizələrdən danışılıb. Universitetin rektoru Professor Havar Məmmədov ölkədə dövlət-din münasibətlərinin inkişafı üçün hər cür şəraitin yaradıldığını, Azərbaycanın tolerantlıq mərkəzi kimi tanındığını bildirərək, ölkəmizdə dövlət-din münasibətlərinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırdı. Rektor hazırlanmış Fitnə filminin gənclərin maarifləndirilməsi, milli mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu vurğuladı. Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə dedi ki, filmdə dini radikalizm mahiyyəti, bu problemin cəmiyyət və dövlət üçün nə qədər təhlükəli olduğunu açıqlanır. Komitə sədri bu sayda gənclərə öz tövsiyələrini verərək, onların ekstremist təmayüllü dini cərəyanlara qoşulmaması üçün milli mənəvi dəyərlərə, dövlətə bağlı olmasının önəmini diqqətə çatdırdı. Qeyd edildi ki, müxtəlif adlar altında fəaliyyət göstərən terrorçu qruplaşmalar isə bəzi dövlətlərin iqtisadi və siyasi maraqlarına xidmət etməklə yanaşı, İslam dinini gözdən salmağa, onu dəkkələməyə çalışır. Belə hallara qarşı mübarizə aparmaq məqsədi ilə artıq komitə tərəfindən Qarabağ müharibəsi və şəhidlərimizdən bəhs edən Şəhadət filmi də sifariş verilib. Sonra Fitnə sənədli filmi nümayiş etdirildi. Tədbir filmə dair müzakirələr davam etdi. Orxan Rasifoğlu, İlqar Abdullayev, Cavabçı.